Analogiyadan qəbula düşəndə ən azı 4, bəzən də 5 dənə düşür. 2024-cü ilin birinci şans qəbulunda 5 dənə düşmüşdü. Yəni çox asan. Analogiya mənası, analogiya özü sözlər arasında əlaqəni tapmaq deməkdir. Əlaqəni düzgün tapıb, yəni əlaqəni siz birinci tərəfdə düzgün tapsaq, cavabı da düzgün tapacaqsınız. Səhv tapsaq, səhv taparsınız. Qəbula düşəndə yazır ki, verilmiş sözlər cütü arasında analoji əlaqəyə əsasən natamam cütü tamamlayın. Və ya sözlər arasındakı əlaqəyə əsasən sual əvəzinə uyğun olan variantı seçin. Mötərizənin içərisində yazır ki, sözlərin ardıcılığı nəzərə alınmalıdır. Nə deməkdir? İndi qəbullardan da nümunə göstərəcəm sizə. Əlaqə ardıcılığı nəzərə almaq o deməkdir ki, zəhmətin bəhrəsi olur. Zəhmət çəkərsən, bəhrəsini görərsən. Sizə aid bir fikirdir. Cinayətin nəyi olmalıdır? Cinayət törətsən nə etməlisən? Cəzasını çəkməlisən. Bəli. Sonra həkim resept yazır. Reseptdə həkim yazırsa prezidentin əsas vəzifəsi nədən ibarətdir? Prezident neyini fərman verir? Fərman olacaq. Ay, sağ. Yəni, işləmə məntiqi, işləmə məğzi bundan ibarətdir. İnsanı idarə edən onun beynidir. Prosesor. Kompüterin beyni prosessordur. Bəli. Bura əsasən tapırsınız siz cavabı. Və ya 4 nömrəli testdə. Dəmir metaldır. Qaz. Hidrogen qazdır. Buna element deyil çox tələbə. Elementə qalsa dəmir özü də kimyəvi elementdir. Burada daha da dəqiqləşdiriblər. Dəmir metaldır. Metalın bir növü dəmirdir. Bir növü qızıldır, misdir. İndi metalın bir növüdürsə, hidrogen nəyin bir növüdür? Bax, ardıcılığı qoruyuram. Qazın bir növüdür. Rəqsin bir növü yallıdır. Bu dəfə ardıcılıq belədir. Rəqsin bir növü yallıdır. Şeirin bir növü nədir? Qəzəl. Ay, sol. Burada siz müəyyən elm adlarını, müəyyən cihaz adlarını bilməyə bilərsiniz ki, mən bununla bağlı sizə PDF yollayacağam. PDF-ə nəzər yetirməlisiniz. Mənim atacağım PDF-də elm adları, sonra testlərdə rast gələ biləcəyiniz çətin sözlərin izahları, ondan savayı cihaz adları var. Fizikada bəzi cihaz adları var. Dinamometr, voltmetr, ampermetr, ohmmetr və s. Məsələn, burada 18 nömrəli test qəbula düşüb elm adlarına bağlıdır. Zoologiya heyvanları öyrənən bir elmdir. Kinologiya itlər haqqında bir elmdir. Bəli. Bunları deyə bilərsiniz ki, mən hardan bilim? Bir atacağım PDF-ə bax. İkinci cavab səhv çıxanda özün araşdır. Yəni, internet üzərindən istifadə edərək, internet resurslarından istifadə edərək kinologiya nədir yazsan, onun haqqında məlumat çıxacaq ki, itləri öyrənən bir elm növüdür. Və ya burada tutalım ki, məsələn, burada hanı 16 nömrəli test olsun. Sən bilmirsən də membran nədir? Membran bilmirsənsə nədir? Cavabı düz tapmaq doğru deyil. Dəri olacaq, bəli. Sən membranı, məsələn, indi bilənlər istər, bilməyənlər, məsələn, gir yaz ki, hüceyrə membran nədir? Onun haqqında məlumat olacaq ki, membran hüceyrənin xarici təbəqəsi xarici qatıdır. İnsanın xarici təbəqəsi qatı nədir? Dəridir. Yəni, analoji olaraq əlaqəni qurmaq lazım. Yəni, bir dənə qəbula düşənlərə baxaq. Buradakı suallardan da düşür, yəni ümumi hər kəsin biləcəyi sözlərdən də düşür. Deməli, yəni mən nümunə olaraq 2024-cü ilin qəbulunu açıram sizin üçün. Yəni ona baxaq, ondan bunun rekordunu dayandıraram. Bir sual verə bilərəm. Buyur. Orada hidrojeni element niyə götürmədik? Çünki hidrojeni element götürsün, kimya dəmirin özü də kimyəvi elementdir. Orada daha da dəqiqləşdirilir. Nə mənadır? Dəmir nədir? Metal növüdür. Hidrogen nədir? Qaz növüdür. Dəmir öz element sayılmır bəs? Sayılır. Ona görə element çoxdur. Orada elementlərin özündə belə deyil, daha da xüsusiləşdirib, dəqiqləşdirib ki, dəmir elementlər arasında metaldır. Hidrogen nədir bəs elementlər arasında qaz? Bildim, çox sağ olun. Buyurun. Baxın, 2 cür şərt olur. Natamam cütü tamamlayın. Aromat. Onu əvəzləyicisi... Y variantı. Bəli. Onun əvəzləyicisi ətir sözüdür. Aromat və ya ətir. Ətirlə müalicə, aromatla müalicə aromaterapiya adlanır. Bitki ilə müalicə növü
fitoterapiyadır. Bunun bir dənəsi düşüb. İndi test kitabınızda var. Dərmanla müalicə növü. Dərmanı bilən var. Farmakolojiyadır. Bəli, farmakoterapiya adlanır. Farmakoterapiya. Baxın, bitki ilə müalicə fitoterapiyadır, dərmanla müalicə farmakoterapiyadır. Son terapiya nədir? Daşla müalicədir. Antibiotik terapiya nədir? Antibiotiklə müalicə növüdür. Fotosintez prosesdir. Biz nəfəsi necə alırıq? Fotosintez nəticəsində. Yəni bitkidə fotosintez nəticəsində oksijeni ötürür, buraxır, karbon qazını ötürür. Sobanın yastığı bitki növüdür. Yəni əlaqəsi yoxdur. Əlaqə nədir? Müalicə növü. Bu bir test. 2024-cü ilin qəbulu. Sonra orada olan ikinci test. Tələbə bunu niyə səhv yazsın ki? Bunu səhv yazmalı deyil. Görsən sözlərin ardıcılığı nəzərə alınmalıdır. Qolbaq nədir? Biləyə taxılır. Bir əşyadır, biləyə taxılır. Soldakı sağdakına taxılır. Ona Y uyğun variantı. doğru cavab Y variantıdır. Corab da ayağa taxılır, ayağa geyinir. Bəs niyə sözlərin ardıcılığı nəzərə alınmalıdır? Zəncir klona yox, klon zəncirə taxılır. Məsələn, yerləri dəyişik olsa, D variantını düz götürmək olardı. A variantı deyəmək istəsəm, paqon generala yox, paqon çiynə taxılır. Aydın olur. Sırğa qulağa taxılır, üzüyə yox. Sonra bu iki oldu mu? Üçüncüsü budur. Buna fikriniz nə olar? Hə, millət. Y Yoldaşlar. variantı olabilir müəllim. Y variantı. Xeyr. Xeyr. Divardaş. D variantı. Xeyr. A variantı. Niyə A-dır? Məncə müəllim ağac da bitki Hamısı bir-birinə daxildir da, ümumiləşdirə gedir. Axırdan Ben başlayaraq. anlamadım. Kim demək istəyir? Nurlana de. Söyüd bitkidir. Tüm bitkilər də ağac kimi ümumiləşirsə, qarışqa da Evet. heyvan. O da Müəllim. həşərat. Ən ümumi anlayış bitkidir. Ən ümumi anlayış. Bitkinin bir növü ağacdır. Ağacın bir növü söyüddür. Ardıcılığa baxın. Ortadan başladım. Bitkinin bir növü ağac, ağacın bir növü söyüd. Ona uyğun olaraq heyvanın bir növü həşərat, həşəratın bir növü qarışqa. Testin cavabı A variantıdır. Kitabda da rast gələrsiniz bu testə. 3 oldu mu yoldaşlar? Dördüncü test. Görsən sözlərin ardıcığı nəzərə alınmalıdır. Nə olar? Fikriniz nədir? C bəndi. Nə? C bəndi. Xeyr. B olabilir. C deyən bu şərtə baxmır. C-ni deyən. B variantıdır, bəli. Rəmzin bir növü bayraqdır. Necə növü ola bilər? Təkcə bayraq bizim rəmzimiz deyil. Məsələn, gerbimiz də var, düzdür? Rəmzin bir növü bayraqdır. Hüquqşünasın bir növü vəkildir. Hüquqşünasın bir növü prokurordur, müstəntiqdir, hakimdir. Bunlar hamısı hüquqşünasın bir növüdür. C variantı nə vaxt düz olardı? Onların yeri dəyişiyor olsa. Qaravat girəməyəm. Bəli. 4 oldu yoldaşlar. Bu da 5-incisi. Bunu inanmıram ki, səhv deyən olar. Y variantı. Görmək. Axtarmaq, tapmaq, baxmaq, görmək. Axtarsam taparam, baxsam görərəm. Axtarıb tapır, baxsa görür. Aydın oldu. İşləmə prinsipi aydındır hamıya. Bəli, bəli. Bəli. Dayandıram o zaman.